Goranboy rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib. Hadisə Goranboy şəhərində onların birgə yaşadıkları mənzildə baş verib. 1999-cu il təvəllüdlü Rəvan yaşadıkları mənzildə həyat yoldaşı Ruhiyyəni yumruq və təpiklə qəsdən vuraraq ona xəsarətlər yetirib. İş üzrə izahat verən Rəvan bildirib ki, zərərçəkmiş Ruhiyyə onun həyat yoldaşıdır. Onlar 2021-ci ildə ailə həyatı qurublar. Birgə nikahlımızdan 2 az yaşlı, 2022-ci il təvəllüdlü və 2023-cü il təvəllüdlü övladlarımız var. Ruhiyyə ilə ailə həyatı qurduqdan sonra münasibətlərimiz yaxşı olub, lakin sonradan aramızda narazılıqlar yarandı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, Goranboy rayonunun kəndində birgə yaşadıkları evin şəraiti yaxşı olmadığına görə Ruhiyyə Goranboy şəhərində atasının evinə gedib. Mən də müəyyən vaxtlarda Ruhiyyə ilə birlikdə qaldım. Məlum hadisə günü saat 22 radələrində həmin evə getdim. Evdə olan zaman Ruhiyyə ilə birlikdə çörək yedim. Çörəkdən sonra isə 2,5 litr pivə içdim. Ruhiyyə isə yatmağa getdi. Orada olan zaman baldızım Tamara ilə söhbət edən zaman o mənə təxminən 2 ay əvvəl Ruhiyyə ilə birlikdə Qazax rayonuna qonaq getdiklərini dedi. Mən isə Tamaraya heç nə demədim və Ruhiyyənin məndən icazəsiz getdiyinə görə əsəbləşdim deyə Rəvan ifadəsində göstərib. Rəvanın ifadəsinə görə gecə saat 4 radələrində evdə olan zaman Ruhiyyənin yatdığı otağa gedib və onu yuxudan oyadım. Ruhiyyəni yataq otağına apardım. Orada olan zaman Ruhiyyə mənə sərxoş olduğumu dedi və mətbəxə keçdi. Mən də Ruhiyyənin arxasınca mətbəxə getdim. Mətbəxdə olan zaman Ruhiyyədən Qazax rayonuna niyə getdiyini və məndən niyə icazə almadığını soruşdum. Ruhiyyə isə bacısı Tamara ilə birlikdə qonaq getdiyini, həmin zaman küsülü olduqlarımız üçün demədiyini bildirdi. Həmin vaxt əsəbləşdim və şillə ilə Ruhiyyənin üz nahiyəsindən bir dəfə qəsdən vurdum. Yenidən Qazax rayonuna niyə getdiyini soruşdum. O isə yenidən həmin vaxt küsülü olduğumuzu görə məlumat vermədiyini dedi. Bundan sonra yataq otağına keçərək Ruhiyyənin mobil telefonunu götürdüm və yenidən mətbəxə gəldim. Mətbəxdə mobil telefonda olan bütün şəkilləri sildim və mobil telefonu masanın üzərinə qoyaraq evdən çıxdım deyə Rəvan ifadəsində göstərib. Rəvan deyib ki, daha sonra yaşadığı Goranboy rayonunun kəndinə gedib. Mübahisə və dava-dalaş zamanı yanımızda heç kim olmayıb. Əvvəllər aramızda mübahisə və dava-dalaş olub. Hadisə zamanı şillə ilə bir dəfə Ruhiyyənin üz nahiyəsindən vurdum, lakin təpiklə Ruhiyyənin sol ayağının baldır hissəsinə vurmamışam. Aramızda olan mübahisə və dava-dalaş təxminən 10-15 dəqiqə ərzində baş verdi deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs ifadəsinin sonunda Ruhiyyə ilə barışdığını, əməlindən səmimi peşman olduğunu deyib, bir daha belə əməllərə yol verməyəcəyinə söz verib. Goranboy rayon məhkəməsinin hökmü ilə Rəvan 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Təqsirlənən şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o məhkəmə iclas zalından həbsə alınıb. Təqsirlənən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Bundan başqa Bakının Xətai rayonunda 42 yaşlı kişi arvadına xəsarət yetirib. Hadisə onların birgə yaşadıkları evdə baş verib. 1984-cü il təvəllüdlü Camal həyat yoldaşı Samirə ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə yemək üstündə baş verib. Həmin vaxt Camal arvadının yeməyi gec qızdırmasına bəhanə edib və onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Camal
Camalın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən Camal ona verilən ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə ifadələrindən məlum olub ki, onların arasında barışıq əldə edilib. Qadın məhkəməyə ərizə ilə müraciət edib və ərinə qarşı şikayətini geri götürdüyünü açıqlayıb. O, ərinə qarşı şikayət və tələbinin olmadığını deyib. Xətai rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib, iş üzrə icraata xitam verilib.